Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Lətif Lətifovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Məlumata görə sonuncu keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən apellyasiya şikayəti təmin edilməyib. İttihama görə hadisə 8 may 2025-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən Elegant adlı kafedə qeydə alınıb. Belə ki, Lətif Lətifov ofisiant kimi işləyərkən qəsdən insan sağlamlığına ağır zərər vurub. Həmin vaxt kafeyə müştəri qismində gələn spirtli içkinin təsirindən sərxoş vəziyyətdə olan və əvvəlcədən tanıdığı zərər çəkmiş Faiq Pənahov pivə sifariş edib, lakin Lətif kafenin bağlamaq üzrə olduğunu bildirərək sifarişi qəbul etməyib. Bu səbəbdən tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində mübahisə zamanı zərər çəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına alçaldıcı ifadələr işlədib. Baş vermiş mübahisə nəticəsində Lətif qisas almaq və faiqi cəzalandırmaq niyyəti ilə kafenin zalında mətbəx bıçağı ilə zərər çəkmişin qarın nahiyəsinə bir dəfə zərbə endirərək ona xəsarət yetirib. Hadisədən sonra Lətif Lətifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o 3 il müddətinə azadlıqdan məhrum edilib.